Dövlət Akademik Filarmoniyası və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə Nəsillərin Dialoqu adlı layihə çərçivəsində əməkdar artist Zemfira İsmayılovanın tələbələrinin konserti keçirildi. Layihə müxtəlif nəsillərin yaradıcılıq ünsiyyətini əks etdirən silsilə tədbirlərdən biri olmaqla yanaşı, bu il 60 illik yubileyini qeyd edən sənətkarın pedaqoji fəaliyyətinin bir növ təqdimatı kimi diqqət cəlb etdi. Səhnədə həm milli ruhumuzu əks etdirən xalq mahnıları, həm də dünya musiqi xəzinəsinin seçilən məşhur əsərləri səsləndirildi. Kamera orqan musiqi zalında həmişə bir-birindən fərqli, gözəl konsert nümunələri səslənir. Növbəti konsert mənim sinif konsertimdir. Tələbələrim hər dəfə əvvəlki konsertlərimizdə də, indiki bu konsertdə də hesab edirəm ki, gözəl ifalarını təqdim edəcəklər. Nəsillərin dialoqu deyəndə biz müəllim və tələbə münasibətlərini nəzərdə tuturuq. Bilirsiniz ki, incəsənətdə, o cümlədə də musiqidə bu dialoq çox vacibdir. Yəni, ənənələrin ötürülməsi, ustadların, müəllimlərin, tələbələrə olan biliklərinin verilməsi və müxtəlif nəsillərinin bir-biri ilə təması, yəni bu çox aktual məsələdir. Nəticədə pedaqoqun milli vokal ixtisası üzrə təhsil alan 10 tələbəsi çıxış edərək istedadlarını nümayiş etdirdilər. Onların ifaları həm ustad məktəbinin gücünü, həm də gənc nəslin potensialını aydın şəkildə göstərdi. Nəsillərin Dialoqu adlı layihədə mən də iştirak edirəm. Bugün 3 əsər ifa edəcəm. Mən səni araram Carmen operasından və duetim olacaq Pieti Signore. Sevil operasından Dilbərin ariyasını ifa etdim. Çox sevərək də ifa etmişəm hər zaman, bugün də olduğu kimi və müəlliməm Zemfira xanımın ətrafında olmaq mənim üçün çox böyük şərəfdir. Qeyd edək ki, Nəsillərin Dialoqu adlı layihənin əsas ideyası müxtəlif nəsillərə mənsub ifaçıların yaradıcılıq ünsiyyətini səhnədə canlandırmaq, milli musiqi irsinin müasir interpretasiyalarını təqdim etmək və ustad-şagird ənənəsinin davamlılığını musiqi dili vasitəsilə ifadə etməkdir. Gülarə Quliyeva, Zahir Zahidoğlu, Ayşə Əmrazi, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.